Yeni vlogdan hər kəsi salamlayıram qızlar. Biz hazırlaşırıq. Hara? Gedirik Zefir mola. Deyirsən balacası budur. Hə, balacası budur. Dünən Sumqayıtdan gələndə bunlara qəşəng koftalar almışam. Bax, gözdə açım. İnşallah bundan isti olmaz bunlara. Amma çox bəyəndim koftanın modelini qızlar. Əlindən də belə qalır. Biraz buna lap böyük qaldı. Bu Yasemin'di. Bu sənə böyük qaldı bu. Baxın. Bu Yasemin'di. Rasiminki budur. Bu lap bu elə Rasimə gələr. Heç nə yaxşı gəl sənə çıxardı bunu. Bu sənə böyük qaldı. Çıxart. Çıxart da bax. Gördün mü? Ha. Bu da benimki. Sənki odur. Dan görürsən şalvarını. Bax bir şey giyindirin. Allah şalvarı giyin. Böyle değil. Giyin. Yox bu da sənin deyil. Ay Allah mənə nə olub bugün? Nə gülürsən? Də. Bu da. Cinsi giyin. Ben tamam. Oy. Boş yavaş yavaş. Kulağım ne? Hə, geyinirik. Akşam hazırlaşırıq. Gedirik Zefir mola. Hə, uşaqlar çoxdandır Zefir mola getmirlər. Elə biz getmirik də, yəni vaxtdandır. İstəyirlər deyənə. Dedim. Sabahda. Hə? Benimki bu da. Sənki bu sənə çox böyük qaldı. Ömrüm rahat bir şey geyindirmək istəyirəm sənə. Yumurta çizim. Ben. Hə, rahat bir şey geyindirim. Sən onsuz tərləyəcəksən. Ah yok. Ora məncə nazik. Yaxşı bir dəqiqə gözlə. Ay Allah. Nazik bir şey, hər şeyi tökdüm, dağıtdım qızlar. Nazik bir şey geyindirim qoy buna. Elə bir şey geyindirim, çox tərləməsin. Abbas, nə yisən Abbas? Hə, qızlar, qaynanamla danışdım. Zəng eləmişdi, bilir, gedirik gəzməyə. Hə, evet. Zəng eləmişdi. Belə. Heç nə hazırlaşaq, qızlar, neynim? Nasız Rasim neçə vaxtı istəyir ora getməyi. Zefirə. Mən də düzün desəm, imkanlaşdırıb gedə bilməm. Elə deyirəm, qalır. Əslində Zefir elə də çox bahalı yer deyil, qızlar. 15 manat bir uşağın biri 15 manat, amma bir ailədən ki uşaq bir yerdə 27 manat. Bahalı deyəndə ki, bahalı amma limitsiz girib oynayırlar da. Yəni girirsən limitsiz oynayırlar, limit yoxdur. Hə. Həm də çox sakitçilik olur. Nə bilmirəm, bugün 6-cı gündür, ola bilsin sakitçilik olmadı. Özü bayram həftəsi deyənə vəbşi. Belə girsinlər, oynasınlar, uşaqlar biraz vaxt keçirsinlər. Bayram ərəfəsi biraz başımız qarışıqdır deyə. Sonra apara bilməyəcəm. Bilmək olmaz, ola bilsin soyuq əllərə falan da gedərik. Amma elə dəqiq keçinə bilmirəm də. Alınsa bəlkə hələ yoldaşım da gələ bildi bayramda, bilmirəm. Məzuniyyət götürə bilsə yeni obrun məzuniyyətləri bitib, yeni il məzuniyyətindən götürmüş olacaq. Nəmi görək də qızlar. Ona görə elə şeylər var ki, istəmirəm tək olsunlar uşaqlar. İstəyirəm hər şeyin dadına baxsınlar. Mən həmişə deyirəm ki, mən necə fikirləşirəm, bəlkə də mənim haqqında kim necə fikirləşir bilmirəm. Mənim düşüncəm odur ki, yəni mənim uşaqlarımın heç nəyə aidiyyəti yoxdur. Nə mənada heç nəyə aidiyyəti yoxdur. Yəni valideynlərin bu vəziyyəti, işi, gücü, bunun mənim uşaqlarıma heç bir dəxli yoxdur da. Belə düşünürəm. Yəni uşaqların günahı deyil. Bizim bu cür şəraitimiz var, bu dəqiqə bu imkanlarımız var. Mən ona görə uşaq dünyaya gətirmək barəsində fikirləşəndə deyirəm, yəni təmin edə bilirəmsə gətirim. İstədiyim kimi uşağı böyüdə bilirəmsə, yoxsa uşaq sayına görə gələcəkdə mənim qızım olsun, mənə baxsın deyənə, ay oğlum olsun, mənə baxsın, oğul dayağım olsun deyənə, bu beyindən uşaq dünyaya gətirən insan deyiləm mən. Mənim beynimdə, yəni mən uşağımı təmin edə biləcək gücdəyəmsə, demirəm, yüksək səviyyədə. Hərənin bir səviyyəsi, bir anlayışı var da. Yəni onlara uyğun bir düşüncə tərzi var. Məsələn, mənim düşüncə tərzim o deyil ki, geçsin English schoollarda oxusun, Harvardlarda oxusun. Yox, o cür yox. Onu nəzərdə tutmuram. Bilməm fikrimi necə çatdıra bilirəm sizə. Yəni mən nəzərdə tuturam ki, ən azından bugün saruçkası olsun, 2 heç olmasa tay ayaqqabısı olsun, 2 dənə heç olmasa dəyişiyə kurtka ala bilim. Mən belə düşünürəm. Təbii ki, Allah hər kəsin imkanını bol eləsin, ən gözəllərini uşaqları üçün eləsin. Mən özü belə markaya qaçan insan deyirəm. Az çox artıq mən izləyicim sizə bilirsiniz ki, mən aşırı bahalı bir şey nə alıramsa onu. Məsələn, mənə çox vaxt
adi Instagramda belə influencer. Instagramda qızlar səhifəm YouTube kimi deyil. 62 minlik səhifəm var. Maşallah geniş kütləm var. Hamısı da doğal şəkildə, təbii şəkildə alınmış bir kütlədir. Yəni mən elə ki YouTube'un dilini bilmirəm deyənə, YouTube'da böyümək mənim üçün çətindir biraz. Kəşfiyyatdan kim gəlirsə elə, bir də əksəriyyəti ilə Instagramdan keçmə izləyicilərimdir. Belə. Yəni mən heç nəyi belə ay abartı, ay yüksək səviyyədə olsun, ay nə bilim brend olsun falan eləyən insanlara da pis baxmıram ha. Allah hər kəsin ruhunu bol eləsin. Eləsinlər, nə xoş onlara, nə gözəl. Amma yəni mən o qədər belə şeylə deyiləm. Mən düşünmürəm ki, 2 dənə kurtqa olsun, Elsidən olsun, Zara'dan olsun, nə Mango'dan olsun uşaqlara. Yox, elə yox. Mənim öz səviyyəmdə, yəni normal. Əsas əyninə geyinə bilən olsun, estetik görsənsin, nə də uşaq şəkillərində qəşəng düşsün, dəyişik papaqları olsun. Şərt o deyil ki, gedim 20 manat, 30 manat verim papaq alım. Mən 3 manata, 4 manata da papaq alıram, amma məsəl üçün taxıram, izləyicilərim hamısı soruşur ki, ay Mehriban xanım, papaq hardandır? Deyirəm Memidən. Burada nə var ki? Yəni mən pis baxmıram. Mən bacımın oğlunun başına qoyduğu papağı taxıramsa uşağımın başına, yuyuram, təmizləyirəm, taxıramsa, burada mən öz təmizliyimə güvənirəm, taxıram. Əgər bir paltarı kimsə əynindən çıxardır, sən təmizləyib onu geyinə bilmirsənsə, o sənin öz təmizliyin sorğulanır. Təbii ki, iç geyimləri falan xaricdə. Mən alıram. Yəni burada pis bir şey baxmıram. Özümü dartmağın, yəni nə bilim yalandan ay falan yerdən, bəhman yerdən kompleksə düşməyin bir şeyi yoxdur. Mən belə şeyləri kompleks eləmirəm. Əsas uşağım ayağı, başı istidirmi? Əsas istədiyimi eləyirəm, şükür Allaha. Ya da özüm marka geymirəm ki, özüm də elə uşaqlar kimi. Yola verirəm də, şükür Allaha. O da bir istedaddır. Elə bilirəm mənim istedadım var sonradan. Qızlar, nə bilim belə hazırlaşıyorum. Görək nə. Bu köynəyi dedim də hardan almışam deyəsən, hə. Məndə bir şey var. Bəlkə mənim daimi izləyicilərim bilir. Bu sözü qoyub o sözə keçmək. Sözün davamını gətirə bilməmək. Böyle şeylər ola biliyor. Artıq daimi izləyicilərim çözüblər məni yəqin ki. Söz yadımdan çıxır. Əməliyyatdan sonra inanılmaz zaylamışam. Allah haqqı. Biabırçılıqdır da vəziyyətim. Əməliyyatdan sonra qızlar həqiqətən mənim yaddaş problemim ciddi şəkildə var da. Yəni çox ciddi yaddaş problemim var. Biabırçılıq vəziyyətdə. Niyə beləyəm bilmirəm. Mən necə eləyəcəm bunu da bilmiyorum qızlar. Qara qələm olmalıdır. Bax onu tapışdıra bilmirəm ki, bura düşüb. Onun qapağı ilə bunu. Bu Miss Tyson qızlar. Belə karandaşıdır. Daha görüm bu lip linerdir da. Hə, dodaq üçün olanda. Bunun qaş üçün qaşda. Hə, qaş üçün olanda var. Deyirəm də vəziyyətim biabırçılıqdır. Gülməyin mənə sizə Allah. Baş tamam gedib, yaddaş sıfırlanıb. Sıfırlanıb deyəndə ciddi mənada sıfırlanıb deyirəm ha. Yəni bunu söz olaraq demirəm, yaddaşım sıfırlanıb. Əvvəlcə başdı. Miss Tyson bu nömrəsində deyim, mokka rəngidə 41. O qədər xoşuma gəlir. Ay Allah, elə gözəldir. Mən qızlar biləcəridən sürmədən almışam. Bunun ağ karandaşını da almışam. O da möhtəşəm bir şeydir də. Gözlüyün həyatım. 709. Baxın ağ karandaş. Gözün içinə çəkmək üçün. Mən buralarını falan çəkirəm. Elə gözəl makyajı tamamlayır. Bu arada uşaqların son geyimini də göstərəcəm sizə. Şəkillərini çıxdım. Şəkillərini çəkdim. Sizə göstərmək yadımdan çıxdı. Buydu mu qapağı? Buydu mu qapağı? Dəqiq buydu. Hə, Miss Tyson buymuş. Bir də pastelin, ayda gözlərim güzel. Pastelin qızlar, pastel markasını bunu da şeydən almışam. Biləcərdən. Kiss Proof Day Long Clip nəsə. Belə yazılıb, amma bunun şeyi kodu üstündə yoxdur axı. Mən bunu necə deyim sizə nədir? 13. 13'dür. Pastelin 13 nömrəsini almışam. Belə deyirəm, gün gələcək qızlar. Mən sizə qəşəng telefonla çəkəcəm. Siz hər şeyi qəşəng görəcəksiniz. Işıq falan. Baxıram qızlar, inanın. Baxıram. Belə karandaşla da mən üstündən gedirəm. Bəlkə də yaraşdırmırsınız. Qəhvəyi, tünd qəhvəyi görsəniz. Məncə belə yaxşıdır. Ağ rəng mənə yaraşır qızlar. Çox adam deyir ki, ağla qırmızı rəng Mehriban xanım sizin rəngimizdir.
Mehriban xanım deyirəm, özümü xanım kimi o mənə də təqdim eləmək üçün yox. O qədər mənə hamı ilə müraciət edir. Bir də görürsüz kimləsə danışıram. Deyirəm ki, deyəcəksən sonra gəlib ki, ay Mehriban xanım, sən ay da sepim xarab olub, kurçoku. Görürsən bunun kurçokunu dəyişə bilərəm. Elə xoşum gəlir bundan. Xarab olub. Dırnaqlarım da qızlar vaxtı deyir. Mən Arzu nə desə mənə, Biləcərdə F studiyada Arzu elətdirirəm də. Arzu mənə nə desə haqlıdır. Allah haqqı haqlıdır. Çünki mənim qədər pinti dırnaq saxlayan insan yoxdur. Dırnaq saxlamaq sarıdan o qədər pintiyəm. Günlük məncə bu yaxşıdır. Sallaq bir şey taxım görəsən. Bu çox sevdiyim sırğa idi. Gələ sırğaya gedəndə tapım bundan. Çox xoşum gəlirdi ona. Bu da ürəkdir. Amma o ən sevdiyim ürək idi. Qəşəng ürək idi o. Belə uzunsov aşağı doğru gedir. Bir də sizə bu ətri göstərmək istəyirəm. Bəlkə də göstərmişəm keçən Happy Tears. Hər yerdə tapmaq olmur. W18 hər yerdə yoxdur. Bu ətir çoxdan ətridir. Amma qoxusunu elə bəyənirəm qızlar. Çox qəşəng qoxusu var da. Bilirsiniz nəyə oxşadıram? Chanel-ə oxşadıram qoxusunu. Sonra 2-3 dənə sizə qoy ətir göstərim. Qoy fürsət nə qədər var. Əslində gecikirəm. Amma hara gecikirəm? Evdəyəm də gedib gələcəm taksi ilə. Mən də elə ömrü boyu gecikirəm. Özüm deyib özüm cavab verirəm. Bax, Happy Tears ətri çox qəşəngdir. Sonra sizə bunu deyim. Elsia. Harada görsəz alın. Şirin qoxusu var. Amma vurursan üstü elə gözəl qalır. Ay Allah, çox qəşəng. Bir də qızlar sizə nə edim? Sumqayıtda yaşayan xanımlar, bilirəm, mənim Sumqayıtda çox xanım izləyir. Emia parfümdən 3 dənəsini alırsan, qızlar, 10 manata. 3-ü 10 manat, 14 manata. Baxır ətir seçimimizdən də. Amma qızlar, heç xəfifə almayın. Elə gözəl qoxuları var. Bilirsiniz necə gözəl qalır? Mən qonşuma da hədiyyə eləmişdim də 3-ü 10 manatdan olan bu ətirdən. Qızlar, o qədər qəşəngdir. Qoxusu çox gözəl. Atın 3 dənəsə 10 manat nədir? Biri 3 manata düşür. Adi hamam üçün belə qoya bilərsiniz. Get gəl hamama püskürt, istədiyiniz ətri. Hə, mən Maşçino fanini vururam. Çox bəyənirəm. Delina ümumiyyətlə mənim sevimli ətrimdir. Yadda gəlirsə qaynanama Luxuriya almışdım. O da Delina muadilidir. Sonra bu pudra qoxulu bir ətirdir. Madame Moiselle 25 manat almışdım. O səhv eləmirəmsə çox qəşəng ətirdir. Sonra baxın bunu. Bunu da çox bəyənirəm. Gözəl fresh qoxusu var. Modern mask. O qəşəng ətirlərdir. Ala bilərsiniz, gözəl qoxa bilərsiniz. Bunu vurum görəsəm. Qabılgın bunu vurum. Nəsə belə ağ rəngə belə pudra iyi yaraşdırdım. Biraz vuram. Biraz da vuram. Gözəl iyisi gəldi. Ətir vuran kimdə bu olur da. Üzr istəyirəm qızlar. Retinolun belə bu aptekdə satılan nəmləndirici krem yoxdur. Bundan qızlar barmaqlarıma baxın, hər yerdən yandırmışam. Əlim dəyib nəyəsə yanım. Bu kremdən sadəcə üzümdə krem var, boş, heç nə yoxdur. Biraz məsafələrim falan var. İnanırsınız rəfiqəm var, Aygün xanım. Rəfiqə deməyim də qonşumuz da belə çox belə yaxın münasibət. Əslində mən rəfiqəlik hamı ilə eləyərəm. Aygün prosta müəllimədir, bütün gün işləyir. Elə çox belə dəhşət yaxın münasibətimiz yoxdur, amma Xətrin çox sevirəm, çox əzizdir. Hər zaman nəsə xeyirli bir şey bilsə mütləq mənlə bölüşür. Sağ olsun. Yəni Xətri əziz qonşumdur da, belə deyim. Aygün xanım dedi ki, şeydir, bəs Mehriban. Gördüm o gün mənə mesaj gəlib, Xətai Empire belə bir klinikadan. Dedim, bu nədir? Aygündən gəlib, Aygünün adından atılıb. Aygün gedib ora, kosmetoloji orada dərini test eləyirlər, nə bilim, həkim müayinəsindən keçirsən, belə, nəsə belə bir şeydir də. Ayda, indi oradan, bugün də mən də dedim, sabah üçün gedərəm orada, mən də gələrəm. Ay qızlar, sən demə necə gedim? Yadıma düşdü ki, sabah master class burada Beləcəridə Kristal Abşeronun içərisində Minio Family Cafe var və orada şey olacaq, master class olacaq uşaqlar üçün. Və mən də ora necə gedə bilərəm? Gedə bilmərəm də, yəni uşaqlara aparacam. Sabah əlbəttə birinci uşaqlardır. Dedim, nəysə qalsın. Sonra Aygünlə nəsə telefonda danışdım, zəng elədim. Dedi, bəs Mehriban belə, ora belədir, pis deyil, deyir, yaxşıdır, prosto çox aşırı 3000, nə bilim, dərini test edirlər, filan qədər pul alırlar, deyirlər, yəni belə də yarı fiyatını kreditlə ödeyə bilərsən, yəni biz deyir, nəsə belə çiska filan proseduru eləmirik də, sən ancaq gedib elə bir ki, dərini içdən təmizləyirik də, müalicə eləyirik, belə. Dedim, hə, heç zat onda, Allah canınızı da verəsin. Mənlik deyil ora. Gedəsi olmadım. Babşə dedim ki, o heç getmərəm də, yəni getməyəm. Mənlik deyilmiş akademiçka.
Ondansa dedim, mənim tanışım var, Aygül xanım. Aygül xanım əvvəl Biləcəridə F studiyada işləyirdi. Qızlar, sonra köçdü şeyə, Enes klinika var, tanıyarsınız bəlkə bir çoxlarınız Enes klinikanı. Enes klinikadan hal-hazırda kosmetoloq işləyir Aygül xanım. Səhifəsində var kosmetoloq Aygül deyə. Bax, o xanıma mən çiska proseduru elətdirmişdim. Çiskanı da hər yerdə eləmək olmur. Poraları, yəni çiska prosedurundan sonra elə məsləhət verməlidir ki, kosmetoloq sən, yəni sonra açılan, təmizlənən poraları yığmalısan. Və Aygün xanım o prosesi həqiqətən mənim üçün gözəl başa saldı, elədi, dedi bunu eləyərsən, sonra onu eləyərsən, bunu çəkərsən, onu çək. Çox ki, yəni həqiqətən. Onun ümumiyyətlə salonda elədiyi bir neçə prosedur elədiyi xanımlar var, hansı ki botoks, nə bilim nə. Baxıram ki, onların yəni xanımlarda olan etkisinə də elə adam var botoks eləyib qalır. O elə deyil. Çox qəşəng, yəni eləyib. Ona görə botoks falan istəmirəm, düzün desəm. Bilməm indi ehtiyac var ya yox. Biləcərdə indi sizə nə edeyim? Biləcərdə getmişəm. Soprano oldu. Aleksandrit lazer olmadı. Nəsə üzümə düşmür də buradakı lazerlər. Qızlar, mən də soprano opşum oldu. Lazerin getmişəm. Xanım həm kosmetoloqdur, həm lazeroloqdur da. O tayda siz harda manatlıq mağaza var ya, Ağ Dükan tərəfdə. Nəysə orada bir dənə xanım, bəlkə də bir çoxlarınız indi Biləcərdən izləyən xanımlar xanımı tanıyacaq. Yaxşı da xanım deyim, mənim heç kəsdən heç bir işim yoxdur vallahi. Sadəcə bu belə psixologiyanı çözmüşəm də, belə kosmetoloqlarda, salonda, qaş alanlar falan deyirəm. Sən qaşı nə görə qoyublar ki, belə elə. Ya da məni görən gedirəm harasa deyirlər, sən qaşıma mütləq şey lazımdır. Permanent tük effekti. Mənim qaşlarım qızlar Vəsilə xanım alır, Biləcərdə çox qəşəng də alır. Yəni hətta Instagramda elə bilirlər ki, permanent eləmişəm. Mənə deyir ki, sənin bu hissələrin, buram, bu hissələrim çox düşüb. Deyirəm, onda da qızlar kök idim. Yəni 100 kiloya yaxın idim. Üzdə bilinəcəkdə 100 kilo, bədəndə çox bəlli olmasa da üzə də vurur da. İndi bu desək nə qədər bilinmir, ay nə, amma ay başlar. Yəni bu 100 kilo mənim bədənimdədir də, yəni gülüncü olmayım da. Yəni bilirəm ki, belədir, kökəm yəni. Burada nə var ki, mən onu çəkinmirəm, eləmirəm. Bilirəm ki, budur. Nəysə, xanım, bəs belə elə sizə ümumiyyətlə bir sap atmaq lazımdır deyir üzvə. Deyirəm, nə atmaq? Deyir, sap. Deyirəm, ay xanım, mənim 32 yaşım var, nə sap atmaq? Sapı indi attırdım, 40-da düşməyəcək aşağı bu saplar. Yəni nə olan şey, mən sap niyə attırıram üzümə? Yox, deyirəm, axı, mən kökəm. Arıqlayanda üzüm qəşəng, çənə xətlərim, mənim bacım. Bax, indi tutuşam. Zobum yoxdur, amma limfalarım biraz üst-üzə salır, aktivdir, biraz iridir. Amma məsəl üçün arıqlayan kimi üz xətlərim qəşəng arıqlayır. Getdikcə lap da arıqlasam, məsələn bacım arıqdır, görürsüz, bizdə çənə xətti var. Prosta mən bir 5-10 kilo versəm, o tam üzə çıxacaq da. Yəni burada baxan bilir ki, o dəqiqə bu ətdir, toltuşam, yəni köklükdür də. Bunun necə yəni üzün sarkıb? Mənim nə yaşım var ki, üzüm sarkıb? Sarka bilər, yəni məsələn babaya eləyirəm buralarımda xəttlər. Onu desə cəhənnəm. Deyir birbaşa ki, sənə sap attırmaq lazımdır. Zalım qızı, nə sap attırmaq? Deyirəm, iş sat, yaxşı. Gəlib sənə sap attıracam. Deyirəm, bir lazer elə mən buradan çıxım. Elə lazer elədi, o soprano xoşum da gəlmir. Bilməm, bəlkə sizlərdən kimsə etkisini görüb. Yəni hər dəfə üz qırxılıb, üzr istəyirəm ifadəmə görə. O da yəni üzü qırxırlar, üstündən dış. Vallahi üzün deyirlər ki, dərin saçlarım tükün kökünə enir, amma mən onu razılaşmadım. Sumqayıtda Green Estetik var, Nizami Kinoteatrının yanında düz, Rusiya klubu deyilən yerin yanında. Orada Green Estetikdə bir xanım vardı, heç adını da yad bilmirəm. Girdim ona elətdirdim, bu elə bir ki qəşəng üzüm. Mən lazer elətdirən kimi bütün üzüm açılır da, elə bir hətta deyim səpkilərim falan da qəşəng çözülür, belə gedir də. Mən onu bəyəndim. Öyle boş şeydi yani, kalan şeyler boş şeydi. Sap attırmağı falan düşünmürəm. Biraz da belə buralarımı əhtir vurmayı görməmişim. Belə qızlar, mən hazır. Uşaqları necə sizə göstərəcəm, necə geyindirmişəm. Paltar da zapas götürmüşəm. Onların hərəsinə bir dənə çantamı yığım, çox danışdım. 17 dəqiqə danışıram, çənəm düşməsin. Sonra deyirlər ki, bu qız nə qədər danışır. Neyiniyim, bu Instagram, YouTube belədir də danışmalısan. Hava da elə gözəldir qızlar. Qəşəng hava var. Süpermiş havası. Qışqırma. Niyə qışqırsan? Camat yatır. Camat yatır. Bala, bu nə məsələdir? Nədir belə? Bu nə gündür belə? Bütün maşınlar çöldədir sanki. Altı-bazar evirəm çox maşın olmur, əksinə Altı-bazar bugün çox maşın var. Gəldik uşaqlarla Zefir mola. Sən orada oynayacaqsan, gəl. Zefir mol qızlar elə Yasamalda yerləşir.
Gəlin uşaqlar. Gəl Abbas, tez gəl. Abbas gəl, bir yerdə girək. Gəl, qaça, gəl Rasim. Ay. Gedək. Ay. Çıxın, hop. Gəl, mənə bax, gəlin burada, amma tələsməyin. Anası soyunduracaq, yaxşı. Ana pulu versin, sonra girək. Hə? Sürü. Yox, böyüdür. Ha. Oraya girmək olur. Yox, ikimiz də bura girəcəyiz. Gəlin. Gedin. Uşaqların, yenə sumkam boşaldı yerə. Gedin. Belə geniş bir ərazidir. Bu isə limitsiz girirlər, oynayırlar qızlar. Bir uşaq 15 manatdır, ikinci uşaq 12 manat olur, eyni ailədən olanda. Belə oynayırlar burada. Qəşəng burada saxlama yerləri falan var. Burada 0-3 yaşa kimi qum zonası da var. Pizza miza. Qızlar, gəlmişəm Sinsay mağazaya. Burada aşağıda Sinsay açılıb mağazası. Çox qəşəng şeylər var. Çox bəyəndim buranı həqiqətən. Çox gözəl. Əla. Birinci mərtəbəsində yerləşir qızlar. Sinsay mağazası açılıb. Mənim yoldaşım buradan uşaqlara Bolqarıstanda olanda kurtka falan alıb gətirmişdi. İnanın, bax indi əyinlərdə olan kurtkalar var ha. Onları bu markadan alıb gətirib də çox qəşəng. Ümumiyyətlə aksesuarları falan var. Super, qiymətləri də çox münasibdir. Baxın, çaynikləri falan mən çaynikdən götürdüm bir dənə. Qiyməti çox uyğundur, yəni yaxşıdır, ucuz. Şamları falan, şam ağacları var, mini. Bunları çox bəyəndim. Görün, içədir bu. Bax, 6 manat 50 qəpiyə bu. Qəşəng bu yolkaları falan, çox qəşəng uşaq geyimləri var. Qiymətləri çox münasib. Belə, əla. Qiymətlər çox yaxşıdır ümumiyyətlə. Ben bəyəndim. Uşaq geyimlərdə qızlar çox uyğundur qiymətləri, materialları gözəldir. Dediyim kimi də buradan mənə yay koftaları falan da almışdı yoldaşım. Çox qəşəng çıxmışdı hamısı. Bir növ elsiyə oxşuyur materiallar, amma qiymətləri münasibdir. 5.40 falan baxın, nə gözəl, yumuşaq, köynəklər, koftalar, hər şey var. Şalvarlar. Böyük bir ərazidir, böyük qadın kişi geyimləri. Hələ çox şey belə çəkə bilmirəm sizin üçün. Göstərəcəm onu. Baxlar, mən papaq çox bəyəndim. Papaq götürdüm uşaqlara yenə. Biləm, mənə deyəcəksiniz Mehriban nə olub, amma baxın, bu papaqları çox bəyəndim. Qəşəngdir. Qız üçün də var bir palanca. Ay Allah, nə qəşəngdir. Qəşəngdir. Bilmiyorum, bunu yaxşılanıymışıq. Allah beni kahretmesinlər. Baxın, papaqların böyükləri də var, laf böyük, biraz balacaları da var. Belə əlcəklər, sonra uşaqlar üçün qəşəng əlcəklər var. Dəstlər var. Boydilər var, super boydilər var. Qızlar, qoy görüm qiymətləri neçədir deyim sizə. Bax, ikili boydilər var, belə 18 manata. Belə baxın, boydilər var, belə 20 manata ikili, bütöv bədən, tulum kimilər. Məncə qiymətləri çox yaxşı, münasibdir. Əsas odur, yəni materialına görə münasibdir də. Yaxşıdır, kurtkalar falan. Belə, məsələn, üçlü paket kimi. Baxın, bu üçlü paket belə 8 manatdır qızlar. Qəşəng. Bunun ölçüləri var, böyük, baləcədir ölçüləri. Mənim uşaqlarım üçün bu yaxşıdır, makrovi. 6 manat 50 qəpiyə deyim, qiymətləri belədir. Tək koftalar var. Pokemon. Qəşəng. Vallahi yumuşaqdır. Baxın, üçlü 23 manat belə nəsə. Belə corablar falan da var. Tək koftalar var. Sinsay. Baxaq, 5 manat 50 qəpik. Baxın, qəşəng 5 manat 50 qəpik. Corablar var, sonra asfaltlar var. Dediyim kimi də buranı mən yoldaşım çəkmişdi mənə orada olanda. Demişdim, ayla, nə olar bu marka gəlib çıxardı Azərbaycana da. Buna baxın qızlar. Bunun qiyməti 25 manatdır, dəst qız uşaqları üçün. Koftalar, çantalar, aksesuarlar, böyüklər üçün də burada var, qəşəng şeylər. Baxın,
Ne qəşəngdir. Papaq uje şeyini doldurmuşam. Qəşəngdir. Aksesuarlar da var. Maraqlı, qəşəng. Hoşuma gəldi bura. Burada da var. Maraqlı kremlər, nə bilim, belə bir şeylər. Kişi geyimlər də var. Çox münasibdir. Pijamaları, corabları. Burada neçədir? Qızlar 2, 4, 3 dənə corab 9 manat. 3 manata düşürür, amma qalınlığı yaxşıdır. Mən belə botlar çox sevirəm kişilər üçün, amma hər adam sevmir. Yolka oyuncaqları, bantları, o yeni fincanları qızlar. Qəşəng. Qiymətləri deyim də sizə. 6.50, 9, 6.50 belə. Abbas çıxmaq istədi, çıxıb indi. Hələlik gedək. Sizin saydan götürəcəklərimizi götürək. Gəl Abbas. Tərlədin. Gəl. Buna baxın. Bu qız nə idi? Oğlan çıxıb çölə qızlar. Təsəvvür edin. Nə götürək? Niyə? Hardan götürək? Burada gördüm. Nə gördün? Burada. Hı. Nə? Çipsi. Yeməyə gedirik biz. Yox, çipsi nədir? Nə olar bu qızıl quyunun da yarım litrliyi olar. Gəl görün bura, gəl. Aslında. Ay Abbas. Kapi belə aldım. Kol almadım. Dedim görüm kapinin xaldinkində kapi var. Gəl görək. Ay Allah Abbas, sənlə bura düşmək heç yaxşı fikir değildi. Danqabaş. Yordu ya məni. Bizlər uşaqlar bugün belə qidalanlar, yəni bugün də kapi. Düzdür yenə istədilər, KFC də məcbur oldum bugün gətirdim. İnşallah sabah sup yeyərik. Rasim, niyə inirsən abi? Nə axtarsan? Otur yeməyi də. Nə axtarsan? Nə boylanırsan? Boynu çıxdı uşağın. Burada AC də var qızlar. Prosta AC-yə hələ daxil ola bilməmişəm. Bu oğlanlar yoruldular, çıxıblar, su içirlər, düşmüşdü aşağı. Burada qızlar hətta hər dəfə belə konkurslarda keçirdirlər də, nəsə yarışma filan. Maraqlı olur bura. Nə də qəşəng yerdir. Mən buranı çox bəyənirəm. Çox sakitçilikdir də. Yəni digər mollar kimi qaynamır, adam azdır. Belə yaxşı deyə bilirəm. İşini qutardın Rasim. Göstər. Qapağını bağlayaq. Yox. Nini? Qoyarım. Dayan. Oraya yerləşdir. Gözləyin. Saxla əlində. Neyse də belə. Burada Ali və Nino da var. Qızlar, Ali Nino kitab evi də var. Maraqlıdır burada. Bunları başqa vaxt olan, atalarıyla olanda o tərəfdə Rasim. Atalarıyla gələndə bir şey gəlib buranı gəzirəm mən. Mahnı inşallah ki şey verməz, error verməz. Ali və Nino'ya görə burada nələr var. 12 manat bu adi. Çox bahadır. Məsələn mən bunu 10 manat, bunu 8 manat almışam. Belə bu cəhənnəm yaxşı bulurlarda. Şey, küçükə baxın. Aşırı bahadır mənə görə. Mənim qızlar Əlfəcin kolleksiyamda var. Adlardır, nə atavan. Maraqlı. Kitab ayrıcıları, yəni. Görək nə var maraqlı. Belə yerləri gəzməyi bilirsiniz də çox sevirəm. Həmişə bölüşürəm. Görək nə var, nə yox. Belə də maraqlıdır. Aman
qızlar bu illər. Bunlar dəvə düşüb çox qəşəng görsənir amma gör neçəyə deyil də bu. 130 manat. Belə Tigris da var. Bu da var. Bu neçədir? 60 manat. Mini kürklər. Beyaz beyaz. Bunlara baxın, pofuduk pofuduk. Daha incə xanımların əyində qəşəng görsənir. 100 manatda bunlardır. Qəşəngdir. Kurtkaları, qəşəng kurtkaları var. Keçən il səfərləmişsə burada qara dəri gödəkçə almışdım. Çox qəşəng. Hə, bunlar da qəşəngdir. Evdə geymək. Amma mən belə içi belə olan yumuşacıq heç nə geyinəm bilmirəm də evdə. Mənim ayaqlarım tərləyən ayaqda qızlar elə bilirəm ki, şey olur. Adın siz deyin, tərləyir. Ayla bunlar nə qəşəngdir baxa. Uzunluğu da qəşəngdir. 3 küsöldür özdə böyükdür. Bunlar da qəşəngdir. 36 manat. Bu da qəşəngdir. Belə. Adam elə şalvarla qısa geyinir. Bunlar neçədir? Bunlar da 100 manatda qızlar. Baxın bu rəngi. Rənglərinə baxın. Disney seriyası. Bu da xoşuma gəlir mənim. 30 manatdır. Kurtkalar var. Qısa kurtkalar var belə. Görün bunlar neçədir? 60 manat. Bu da xoşuma gəlir geyimi. Belə. Qəşəng. Uşaq geyimlərinə bir nəzər atdım. Pis deyil, yaxşıdır. Kişi geyimlərdə mənim üçün köynəkləri, bluzları, kişi bluzları xoşuma gəlir. Qəşəng köynəklər, koftalar olur. Üst geyimlər də yaxşı olur burada. Yaxşı, hər şey yaxşıdır. Sarıçkalar da qəşəngdir. Qəşəng var uşağın ayağına. Soyuq olmuş. Eləmədim. O uşağın əlindən buradayıq balam, yaxşımısan? Mehrac, buradayım. Gəliblər burada da belə bununla oynayırlar biraz. Oyun hamuru ilə. Ne güzel oldu. Nəyi var, yorulublar. Yolda gedəndə yatacaqlar 100%. Abbas baxça hazırdır. Üstü gəlir. Daha sonra kızlar geldi markete. Süt götürüm. Kallehin belə sütü var. Yaxşıdır, qiyməti indirimdə də dedim qoy götürüm. Bu oğlanlarla marketdeyik. Görək nə var, nə yox. Gəldik bura Bravo'dur. Altında Bravo'dur. Sinsayda bu yanda. Heç o Sinsaya necə baxdım, necə çıxdım bilmədim ki. Gah sən gəldi, gah o gəldi, gah o gəldi. Allah. Hələm tələsi heç yenədik bilmədik. Gəl bu yana, Abbas gəlin. Gəlin görək. Bulka qutarıb. Ne oldu böyle? Gel Abbas. Ayca. Marketdeydi. Rəsm sonra çıxıb evə gedəcəyik balam. Ha. Rəsm bir mən saxlayayım oğlum. Yatmayaq, hələ tezdir, yatmayacaq. Birazdan yatarıq. Yatmaq istəyirsən? Hı? Yatmaq istəyirsən Abbas? Yorulublar, elə yorulublar qızlar da. Kufuk gibi. Kabak gibi. Nədən? Əcəb paşa bəhçənin qabları. Əcəb salat qabıdır. Bunlar yeməkdənmi? Nədən yemək istəyirsən? Nədir, nədir o? Gəl göstər görüm. Gəl. Rahat
rolton yemək istəyirsən? Sən rolton nə edirsən? Deyə gəl bundan alaq. Baxın uşaqlar. Bax. Bundan al. Mən çikolatım. Hə, sən çələkləyir Rasim. Anama bundan. Mika, yaxşı. Tamam. Vəsə, qoyun, gedək. Açmayın ha indi. Çölə çıxanda açarıq, yaxşı? Gəlin. Gəlin görək nə var, nə yox başqa. Götür bir yalan. Güclüsən də sən. Salfet falandı burada da. ABC'nin qızlar 5 manat 50 qəpiyə düşüb. Tapa bilmirəm də. Clivreslər necədir görəsən? Bu Clivres necə olur? Yuxarıda 5.99 yazıb, aşağıda 9.99. ABC. O mən axtardığım bunun pəmbə güllüsü idi. Yoxdur da qızda. Elə yaxşıdır o. Persilər endirmə düşüb 11 manat olub. Bromotdur bu mu? Nə? Bunun adı bromotdur. Bingo. Bingo. Bromot nədir o? Gəlin, gəlin. Sabunlara yenə hər etmala burada baxıram ki, hər yerdə baxıram. Marcellas sabun axtarıram. Yoxdur Marcellas. Bu nədir? Bingo. Şöbəsinə gəldik. Gözdə Abbas, gözdə bala. Gəl bu yana dönək. Gəl Rasim. Gəlin, gəlin. Ya falan. Bura belə elə böyük deyil ha sən deyən. Bir görə çayda nə var nə yox. Bax, bir dənə qəşəng çayı gəlir buradan. Bilmirəm amma hansı çaydır. Armudu bu çayın iyi gəlir qızlar. Earl Grey. Bax, bu çayın iyi gəlir. Əməlcə armudu. Təzə çaydır. Alın. Kaşalar ha. Sən yemirsən axı. Yesə demirsən. Gəlin yaxşı, gəlin. Belə. Qızlar gözlədik. Biraz çox gözlədik, amma taksi gəldi. Çünki elə saatda çıxmışıq ki, pik saatdır da bu saat. Bu saatda biraz taksi tapmaq burada gec olur. Amma gəlir, yəni rahat bir yerdir. Əslində çox yaxşıdır. Buranı çox sevirəm də, yəni sakitliyinə görə, çox adam olmadığına görə, uşaqların yəni özlərinin də çox xoşu gəlir buradan. Şu neçə vaxtdır dillərində tük bitmişdi. Məlum ataları yoxdur, məndən başqa da kim gətirəcək, məcbur oldum. Dedim elə bugün vaxt oldu, gətirim. Əyləndilər qəşəng. Ana. Ay can. Nədir? Nədir o? Harda ulduz? Çatdı.
Növbəti gündən hər kəsi salamlayıram qızlar. Biləcərdə Qırsal Şounun içərisində Minyon kafe var. Ora gəlmişik. Bugün master class var. Adı nədir? Kurabiyə master class. Uşaqları gətirmişəm. Belə hazırlıq görmüşük. Yavaş-yavaş və uşaqlar kurabiyə bişirəcəklər. Belə bu kafeni çox bəyənirəm. Yəni Biləcərdə olan estetik məkanlardan biridir. Yeni kurabiyesi olacaq. Yeni kurabiyesində özünüz hazırlayasınız. Mən kurabiyelər eləmişəm hazır. Onu bəzəyəsiniz, amma öz elədiklərinizə burada bişirəcəyik, sonra onları bəzəyəsiniz. Sonra onları da oturub çayla içəcəksiniz, sonra gedəcəksiniz. İndi sizin əl işlərinizə baxacaq. Görək kim gözəl eləyəcək. Başlayırıq. Təmizlərlə vereyim. Haydınızı da təmizlərlə yayıqda. Tərcih Kəsilməlidir. Asiyə qutarandan sonra mən deyərsən, çıxıram bir işləyəcəm, söyləyərəm. O başqa Kimə kömək lazımdır? Ondan eləmədi, o birisindən elə. Götür də, yaxşı verərik. Verəcək. Aferin. Qara qoy gözləri. Deyən sənin adamı verəcəyəcəm, adamı qırmızı eləməkdən. Yanla ona şərt deyil, boğazına bax, qırmızı neyəcə belə elə. Haydi. Abay. Qoy ora, qoy, bəsdir. Rasim, qoy ora. Öz pişirdiyi yeysən. Özün pişirmişsən də. Kim pişirib onu? Abay. An sevdim onu ana. Sən də ye də, peçendir, sənə də var. Keçin. Master class'dan çıxdıq. Dedik ki, birlərinə müzgilə gəlmişik Xırdalana. Gedək. Oradan çayla içməyə bir şeylər götürdük. Keçin. Keç. Çıx.
qızlar xırdalana. Qaynanama göndərdiyim güllərə baxın. Keçən səfər vermişdim. Çox qəşəng olub gülləri burada. Bunlar da qəşəng tutub, hamısı baxın. Əla. Hətta xırdalar da çıxır burada. Qəşəngdir. Əla. Buna baxın ana. Belə işıq da qoyub qaynanam bunlara. Əla görsənir amma. Söndürək. Hop. Xalça gülü də var. Qaynanamın sevdiyi şinyatlar var da, daha sonra istəyirdi onların dadına baxmaq. Onlardan oradan götürdüm, gətirdim. Abbas gedib babası ilə uzanıb yatır. Biz də özümüz üçün oturmuşuq. Rasim yemək yeyir. Gəldik evə qızlar. Gəldiyimiz kimi də başladıq yazmağa. Ş hərfindəyik artıq. Tapşırıqlarımı indi yazıram ki, Bu bilsən nə hərfdir? L, görüm düz yazdı. Y, A, Ş, L, I. İndi oxu. Yaş. Yaş. Bu nədir? Lı. I. Nə oldu? Yaşlı. Yaşlı. Ay sağ ol. Yaşlı. Yaşlı nədir? Qoca. Qoca. İndi yaz, bunu da yaz. Biraz yığını az uzat da. Hə. Belə, nəysə yazılarımızı yazaq, görək neyinirik. Abbas, Abbas. Düz elə də, onu elə eləmə. Adiyan xalçanın üstünə çıx. Ay. Hə. Səhv yazdım. Hə, eyb yox, heç nə olmaz. Səliqəli elə. A yaz sonra. Şu. Belə, heç nə dərslərimizi yazaq qızlar. Qəşəng. Rasim, sumkavın üstünü yazma ay bala. Oğlan uşaqları niyə belə pint işdir görəsən? Yaz. Bolqaristandan qızlar Sinsaydan gətirdiyi, baxın bu hansı ki Zefir Molda filialı var da. Oradan gətirdiyi kutkalar məhz bunlar idi yoldaşımın. Hələ dünənlər baxıram. Burada indi ləkələr var. Baxıram ki o bir kutkaları var da. Atın bunları yuyulsun. Çox keyfiyyətlidir. 128 Abbasa gətirmişdi. 140 da Rasimə. Amma hələ də inansız ayaqlar hələ də tam olmur əyinlərinə. Yəni böyükdülər. Hələ uzun müddət geyinəcəklər bunları inşallah. Instagramda çox soruşuldu. Dedim vloga da səhv eləmirəmsə əlavə eləmişəm. Bugün uşaqların bu görüntüsün. Qızlar, mən bunları Sinsaydan aldım. Zefir Molda, Yasamalda yerləşən Zefir Molun birinci mərtəbəsindədir Sinsay. Çəkmişəm vlogun əvvəlində var. Oradan aldım qızlar. Birini 7 manat neçə qəpiyə aldım. Böyüklər üçün də var. Lap böyük adamlar üçün də var. Yaşla fərqli-fərqli çeşidləri vardı. Mən çox bəyənirəm. Nə bilim, bəlkə kiməsə görə qıza görədir, amma mən belə xoşum gəlir. Bejli, neytral rəng olduğu üçün qız oğlanlara aldım, taxtı çox qəşəng görsənir. Dünən indi göstərəcəm sizə. Dünən burada iş görmüşəm ancaq bu pay almışam. Onu düzəldib bir dənə aparıb verə bilmirəm. İndi aparıb verəcəm inşallah. Demək, burada sizə papaqlarını göstərim uşaqların. Eyni modeldə qızlar yenə belə papaqlar da var. Mənim ümumiyyətlə xoşum gəlir uşaq fərqli-fərqli papaq taxanda. Burada papaqları, qulaqçıqları, boyunluqları, hər bir şeyləri buradadır. Hələ bir dənə də belə papaqları var. Nə bilim qızlar, xoşum gəlir. Uşaq şirin papaqlar taxanda qəşəng görsənir elə bilirəm. Bütün uşaqlara yaraşdırıram deyənəm. Hə, belə. Nəysə, dünən buraları belə səliqəyə saldım. Qalın corablarını, belə nazik corablarını, belə burada mayçıqalarını filan, nə bilim dəstlərini, aşağıda qalın paltarlarını filan, uşaqların otaqlarını belə səliqəyə salmışam. İnansız 2 kulok paltar çıxıb. Adına da hər dəfə belə olur da. Paltar deyirsən ki, alırsan, bir yandan da elə bir uşaqlar maşallah elə sürətlə böyüyürlər ki, belə. Bugünlük vlogu istəyirəm sizlə yekunlaşdırım. Saçım başım belə bugün də yekunlaşdıracağım. Gələn kimi makyajımı yumuşam, üzümü təmizləmişəm. Oturdum uşaqlarla dərslərini elədik. Şükür Allah, qutardı o da. Sabah işim çoxdur. İstəyirəm bir çox işlərimi indidən görüm. Zivədə paltarlarım var. Gedib onları yığıb gətirib şulkaya tökəcəm. Uşaqların kurtkasını atacağım çölə. Belə. Yəni ortalığa falan əl gəzdirim. Sabah yenə çölə çıxacağam. Qoy bir şey də göstərim sizə.
Uşaqlara qaynanamgil bayram hədiyyəsi belə kurtkalar alıblar. Hə, bu biraz böyük oldu deyənə. Qaynanam deyir ki 25 manatadır. Çox da, yəni endirimə düşüb. Harda qızlar? Təzə bazar, köhnə bazarına üzbəüz Zahra Baby var, Xırdalanda. Bir Xırdalan cəmaatı tanıyar. Orada 25 manata düşüb kurtkalar. Hə, mən də dedim ki, hə, heç nə də böyükdür, amma eybi yox dedi, qalsın, gələn geyinlər nə olacaq ki, bayram hədiyyəsi aldılar. Bu amma Abbasa olar. Düz Abbasa biraz boş olacaq bu da. Amma məncə qış günlərində biraz uzun olmağı yaxşıdır ki, yanım falan da tutar. Hə, sabah inşallah Rasim üçün belə Rasimin elə bil ki, kurtkaları əyninə balacadır. Qızlar, bir dənə o sinsaydı. Amma Rasimin keçən ilki kurtkaları Abbasa uje tam olurdu. Yəni Abbasın dəyişik kurtkası var. Rasimin batanda eləyəndə belə qalın, qəşəng moşlu kurtkası yoxdur. Sinsaylarda elə çox belə qalın deyil də bunlar kimi. Ona görə sabah ona gedib bir dənə kurtka almağı düşünürəm. Sabah elə getmişkən sizin üçün yeni vloqda başladaram. Bu vloqu daha uzun olmağını istəmirəm ki, birdən sizə xoş olmaz, bezərsiniz. Məncə uzun vloqlar elə çox da izlənmir. Elə düşünürəm. Ona görə bu günlük vloqu burada yekunlaşdıram qızlar. Özünüzdən müğayət olun, Allaha əmanət olun. Hər birinizi öpürəm. Allah hamının işlərini avand eləsin, bizlərin də işləri onların içində. Hələlik özünüzdən müğayət olun. Rəylərinizi, şərhlərinizi, pis, yaxşı fikirlərinizi yazmağı unutmayın. Mənim üçün hər bir rəy çox dəyərlidir. Bunu da həmişə nəzərinizdə saxlayın.